Bakı şəhəri 100 nömrəli tam orta məktəbdə direktor müavininin texniki işçilərə hədə-qorxu gəlməsi və müəllimin valideynlərdən məcburi pul toplaması ilə bağlı faktlar ortaya çıxıb. Patrulaza daxil olan məlumata görə 100 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Türanə Abbasovanın WhatsApp qrupunda texniki işçilərlə kobud və təhqiramiz danışığı əks etdirən səs yazısı yayılıb. O, işçilərə hədə-qorxu gələrək onlara qarşı bu ifadələri işlədib. Axırıncı dəfə olsun ki, mənə söz qaytarırsınız. Əks halda dilinizi dibindən kəsərəm. O gün də demişəm, yenə də deyirəm. 5 ayaqolu təmizləmisiniz. Birinizin səsi çıxardı da. İndi nə oldu? Diliniz mənə çıxır, deyərək direktor müavini işçilərə alçaldıb. Bir də birinci və axırıncı dəfə olur ki, mən sizə söz deyəndə mənim qabağımda söz qaytarmaq. Dilinizi kəsərəm. Kəsərəm, dibindən kəsərəm. Yenə deyirəm, o gün də demişəm. 5 dənə ayaq yolu təmizləyirsiniz, 2 mərtəbədə təmizləyirsiniz. Birinizin dili çıxardı da. İndi nə oldu? Diliniz mənə çıxır. Özünüzü yığışdırın ha. Hamınız özünüzü yığışdırın. Bununla yanaşı, eyni məktəbdə çalışan Günel müəllimin isə son zəng tədbiri üçün 11B sinifinin valideynlərindən 50 manat tələb etdiyi və bu məbləği verməyən valideynləri məcbur etməyə çalışması ilə bağlı yazışmalar da redaksiyamıza daxil olub. Xatırladaq ki, Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu ictimai televiziyada yayımlanan Sabaha saxlamayaraq verilişində qonaq olarkən son zəng tədbirinin təmtəraqla keçirilməsinin qadağan olduğunu bildirib. Onun fikrincə, Valideyn Müəllim Assosiasiyasının vəsaitləri tədbirin möhtəşəmliyinə yox, yadda qalmasına və mənalı olmasına sərf olunmalıdır. Vəfa Yaqublu həmçinin qeyd edib ki, son zəng günü şagirdlər məktəbli formasında olmalıdır. Təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağandır. O məntiq çərçivəsində keçirilməli bir tədbirdir və biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, Valideyn Müəllim Assosiasiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağının artırılmasına yox, onun yadda qalanlığının və özününkü olmağının çoxalmağına yönəlməlidir. Buna baxmayaraq, 100 nömrəli tam orta məktəbdə sözü gedən müəllim təmtəraqlı son zəng tədbiri keçirilməsi adıyla valideynlərdən məcburi pul toplayır. Gülbəni Səfərova, Patrul Az.